Salam əziz tamaşaçılar, xoş gördük hər birinizi. Səmimi söhbət yenidən efirdədir. Bugünkü qonağım Əli Mirzəoğludur. Əli bəy, verilişimizdə xoş gördük. Çox sağ olun Nuray xanım, dəvətiniz üçün təşəkkür edirəm. Əhvalınız necədir? Yaxşısınızmı? Super, məkan superdir. Əla, biz də istəyirdik ki, sizin də ürəyinizcə olsun. Əli bəy, əvvəlcə bu sualla başlamaq istəyirdim. Sizin səhifənizə və gördüyünüz işlərə baxanda mənim üçün hədsiz idealist bir gənc kimi göründünüz. İstərdim bu haqda danışasınız. Siz özünüzü dünya markası etmək istəyirsiniz. Bunun altında nə yatır? Bu qədər gənc olan bir adam üçün dünya markası olmaq istəyi çox tez deyilmi? Dünya markası, baxın, maraqlı sualdır. Belə cavab verim, insanın bir məqsədi olmalıdır, böyük bir məqsədi olmalıdır. Həyata gəlmə missiyasını başa düşməlidir. Sən niyə bu həyata gəlmirsən və sənin məqsədin nədir? Bu həyatdan köçdüyün zaman hansı izi buraxmaq istəyirsən? Təbii ki, normal, şuurlu və yaxşı düşüncəli, insanlara fayda verən insanlar düşünür ki, hər birimiz bu həyata, öz dövlətimizə fayda verməliyik bir gənc kimi. Mənim də məqsədim, özümü tanıdıqdan sonra, bəlli yaşdan sonra insan artıq bilir ki, nə istəyir. Məqsədim olub ki, öz işimlə bağlı dünyanın müxtəlif yerlərində adımın imzası keçdiyi bir layihələr verim. Bu mənim ən böyük istəyimdir. Amma bu ambisiyalı bir istək deyil. Sırf bir Azərbaycanlı gənc kimi, necə ki biz baxırıq ölkəmizi qürurla idman sahəsində, şahmatda və yaxud digər elmi fəaliyyətlərdə biz baxanda hətta kövrəlirik sevincdən. Eyni anı özümdə yaşamaq istəyirəm, öz işimlə bağlı. Məncə bu gözəl bir istəkdir. Gözəl istəkdir, amma belə deyim də, bir iş üçün insan çox əmək sərf eləməlidir. Sizin hədəfinizə qoyduğunuz məqsədə görə çox əmək sərf olmalıdır. Sizcə bu əməyi yetəri qədər sərf etmisinizmi? Mən hal-hazırda da əmək sərf etdiyimi düşünürəm. Təbii ki, işimlə bağlı, özümün çalışmamla bağlı bəzi şeylər bəyənmirəm. Tənqidlərə açıram və işimi daha yaxşı görməyə çalışıram bir gənc olaraq. Təbii ki, mən bu yolda tək deyiləm, mənim də yanımda pərdə arxasında görünməyən şəxslər var. Biz çalışırıq daha gözəl işlər əlçəyə gətirək. Zamanı bilirsiniz ki, indi zaman o qədər sürətdə axır. Texnoloji inkişaf mərhələsi olduğu üçün ayaq saxlamaq biraz çətin məsələdir. Zamanı idarə eləməklə bağlı problemlər yaşayıram zaman-zaman, amma işimi layiqincə yerinə yetirmək mənim üçün ən əsas missiyadır. Belə bir söz var, Semiçka satan ol, işini layiqincə gör. Bu söz mənim həyat devizimdir. Bəs Əli bəy, indi işliyinizin keyfiyyətindən söhbət açdınız siz. Heç rəqibləriniz arasında işini bəyənmədiyiniz şəxslər varmı? Kimləri bəyənmirsiniz? Əslində çoxlarını bəyənmirəm. Belə deyək, kimləri bəyənirsiniz sualı olsaydı sevə-sevə ad deyərdim. Heç mən tanımadığım şəxslər də var ki, işlərini bəyənirəm. Günel xanım var, memar, çox gözəl işləri var. Günay xanım var, gözəl işləri var. Füzuli müəllim var. Təbii bunlar daha böyüklərimizdir. Reyna xanım var, Novruzova, çox gözəl. Həm sosial kontentini bəyənirəm, həm əl işləri həqiqətən çox gözəldir. Bəyəndiklərim, təbii ki, dostlarım da var bu sahədə, onların da işlərini bəyənirəm, öz işlərimi bəyənirəm. Bəyənmədiklərim də var, amma düşünürəm bizim ölkədə kifayət qədər potensiallı bizim sahədə şəxslər çoxdur və ad çəkməyə qalsa, yəni bu siyahıda çox adamı əlavə etmək olar. Çünki hər kəsin bu sahədə fərqli bir sferaya xidmət göstərir. Bəziləri restoran sferasına, bəziləri abidələr, bəziləri mənim kimi daha çox mənzillər, coffee shoplar, bəziləri otel segmenti. Ona görə bölündüyü üçün bunlar düşünürəm ki, gözəl iş görən şəxslər çoxdur. Bəs istərdim biraz qaydaq keçmişə. Mən bilirəm ki, siz demək olar ki, karyeranızın zirvəsində olduğunuz zaman dövlət işindən imtina edərək özünüz üçün şirkət qurmusunuz, yaratmışsınız və sıfırdan başlamışsınız. Bu yol necə başladı və bu ideyanı həyata keçirmək ilhamını kimdən aldınız?
Əslində mən uşaqlıqdan, yəni ən balaca vaxtdan fərqli düşüncələrə sahib idim. Yəni yolda gedərkən belə binalar falan beynimdə canlandırırdım ki, bu əyilsə daha yaxşı olar. Burada bir şey olsa daha yaxşı. Yəni bir uşağın düşünə biləcəyi şeyləri düşünməmişəm. Bu kreativlik, bəzən ailədə artıq zövqlə bağlı məsələlərdə hər kəs məndən fikirli alırdı. Mənə dəyər verirdilər, qohumlarım, ailə üzvlərim. Ən böyük səbəb valideynlərimdir təbii ki. Mən düşünürəm ki, bütün kiçik uğur qazanmış şəxslər olsa belə, yəni mən özümü böyük uğur qazanmış bir şəxs kimi hesab eləmirəm. Kiçik bir nəsə varsa belə bu valideyndən gəlir. Valideynlərin verdiyi rahat mühitdən gəlir, düzgün tərbiyədən gəlir, mənəvi hisslərin, yəni mənəvi tərəfin güclü olmağından gəlir. Mən düşünürəm ki, bu yerdə oturmağım, sizlə danışmağıma görə burada valideynlərimə təşəkkür düşür. Atama, anama buradan salamlayıram və təşəkkür edirəm. Nə yaxşı ki, məni bu şəkildə yetişdirmisiniz. Çünki həqiqətən onun böyük bir qatqısı var insan həyatına və əlbəttə ki, hər birimiz doğulanda mən belə bir şeyə inanıram. Hər birimiz individual bir özəlliklə doğuluruq. İnsanların bu həyata gəlməyə bir möcüzədir və hər birimiz özəllik. Heç kim özünü dəyərsiz hesab eləməsin məncə və özəlliklərimizi kəşf eləmək lazımdır, o istiqamətdə irəliləmək lazımdır. O zaman stres yox, gözəl işə fokuslanırıq. O tarixə qayıtsaq, həmin vaxtı necə təsəvvür eləyər Əli Mirzəoğlu bizim üçün? Hansı ki, mən bu mərhələyə gəlməm. Demək, belə bir hadisə baş verdi. Hər şeyi mən bunu sosialda da paylaşmışdım. İnsanların fəlakət bildiyi durumların yaşadığı bəzən olur. Çox pis hadisələr yaşayırıq. Bəzən düşündüyü həyatımız darmadağın oldu və yaxud maliyyə itkisi, iflas ya işimizin itkisi. Bu bizə çox böyük bir depressiya yarada bilir. Amma mən düşünürəm ki, həyatda bəzi şeylər, ürəyi, qəlbi gözəl olan insanlar bəlli bir imtahanlar verirlər ki, daha yaxşı yerdə olsunlar. Mən həmin o imtahan mərhələlərinə düşdüyüm bir müddət 2019-18-ci illərdə bir prosesdə yaşadıq 20-ci ildə artıq atamda bir xəstəliklər meydana gəldi. Ondan sonra mən daha çox çalışmaq məcburiyyətində qaldım. Və bu çalışmağın nəticəsi məni tikinti sferasında olan insanlarla tanış olmağıma gətirib çıxartdı. Yəni ailəmin ayaqda qalması üçün daha çox çalışmalıydım. Həm bayaq bir şey vurğuladınız, dövlət layihəsi deyil idi, mənim çalışdığım özəl sfera idi, amma çox böyük bir qurumda çalışırdım. 5 illik iş təcrübəm oldu. Həmin işdə çalışırdım, həm də gecə-gündüz başqa bir işləri görməyə çalışırdım. Və o gördüyüm işlər məni çox gözəl insanlarla tanış elədi. Bəziləri mənim həyatımda təcrübə oldu, keçmişimdə qaldılar. Bəziləri isə hələ də mənim yanımdadılar. Və yaşadığımız pis günlər mənim xarakterimdə olacaq bir əlini formalaşdırdı. Hansı ki, həyatın məndən istədiyi əlini yaratdı, belə deyək. Və mən indi düşünürəm ki, bəzən pis hadisələr yaşayırıq həyatda, onların əslində gözəl səbəbləri olur. Yəni, yaşadığın bir şey olur, bir layihəyə baş vurursan, o layihəni götürmək istəyirsən, restoran layihəsi, otel layihəsi və yaxud hər hansısa bir böyük bir mənzilin təmiri. Alınmayanda düşünürəm, daha yaxşısı olacaq. Çünki mən bunu yaşamışam və alınmayan işlərə görə çox böyük şükür eləyirəm. Bəs Əli bəy, bir şəxsi sual da vermək istəyirəm sizə. Hazırki dövrümüzdə gənclər arasında boşanmalar demək olar ki, pik həddə çatıbdır. Təəssüflər olsun ki, siz isə bir gənc olaraq həm ailənizi, həm işinizi sabit şəkildə bir arada tutub xoşbəxt həyatınızı yarada bilmisiniz. Bunun sirri nədədir? Hər şey göründüyü kimi deyil. Təbii bizdə də olur problemlər. Mən xoşlamıram insanlara yanlış mesaj verim. Yəni bizdə hər şey yaxşıdır. Biz ideal ailə tablosuyuq. Xeyr. Yəni bizdə də zaman-zaman enmələr, qalxmalar olur. Bu həyatın qanunudur. Yəni insanlara yanlış imic göstərib də onları depressiyaya salmaq düzgün deyil. Bu mənim şəxsi fikrimdir. Hər kəsin evində söz-söhbət də ola bilər, amma etik normalar çərçivəsində bizim böyüklərimiz, mən müasir düşüncələrə sahib olsam da çox köhnə fikirli olan tərəflərim də var. O pərdə deyilən bir şey vardı. Onları heç bir zaman götürmək lazım deyil. Etik normaların riayət olmalıdır və bizim çox gözəl ailə dəyərlərimiz var. Onlara sahib çıxmalıyıq. Biz çıxmalıyıq ki, digərlər də bizə baxsın, o Z
Z nəsli, mən artıq bir üst nəsləm, 30 yaş. Ardıcıl bunu qoruyaq. Texnoloji inkişaf mərhələsində olduğumuz üçün robotlaşmayacaq tərəflərimiz olsun. Mən düşünürəm ki, ailənin boşanmaların səbəbi 99.9% kişilərdən asılıdır. Niyə? Nə ilə əsaslandırırsınız? Təəccübləndiniz. Mən nə ilə deyim bunu əsaslandırıram? Adətən kişilər bunu heç vaxt üzərlərinə götürmürlər də. Real Deyirlər ki, ən danışmaq azından lazımdır. yarı-yarıdır. Əgər 50% günah xanımdadırsa, 50% kişidə. Ya 50% kişidədir. 99.9% kişidən asılıdır. Yəni bu sözün altını qırmızı çizgi ilə vurğulayıram. Bu zəhmət olsa açıqlayasınız bizə. Normal ailə anlayışı olan insanlardan söhbət gedir. Təbii ki, kənara çıxmalar da olur. Əgər bir münasibət normaldırsa, normal əxlaqi dəyərlərə sahib iki gəncin birləşməsindən ailə həyatı qurulubsa, burada ailə dağılacaqsa, demək diqqətsizlik var kişi tərəfindən və yaxud maliyyə problemi var, bu da kişi tərəfindən olur və yaxud da qadın yansımadır. Kişinin atdığı addımların qadın yansımasıdır. Mən belə düşünürəm. Bu mənim fikrim deyildi əslində. Mən bir məclisdə oturmuşdum. Bilirsiniz, işlə ailəni bir yerdə tutmaq çox çətindir, vaxt ayırmaq baxımından. Bu məclisdə bu söz deyiləndə 99.9% mən çox belə təəccübləndim və hər zaman yaxşıları götürməyə çalışıram. Başladım həmin bəyin, bir ağsaqqal bir bəyin dediklərini öz ailəmə tətbiq eləməyə və gördüm həqiqətən 99.9% kişidən asılıdır. Biz istəsək ailəmizi çox yaxşı şəkildə qoruya bilərik, kişilərdən söhbət gedir. Enmələr, maliyyə enmələri və yaxud münasibətlərdə düşüşlər olduğu zaman da biz onu ayaqda saxlaya bilərik. Bu bizim öz əlimizdədir. Ona görə çalışmaq lazımdır ki, bəylərdən, özüm də daxil, yəni o bariyeri aşaq ki, xanımları günahlandırmayaq. Həqiqətən hansı addım atsaq, həmin xanım da bizə o addımla gəlir, daha çoxu ilə gəlir. Ona görə mən düşünürəm ki, ailə daha möhkəm olur. Kişilərin məsuliyyəti çox böyükdür. Kişi ailənin başçısı olaraq o bəzi hansı ki mənəvi və maddi öhdəlikləri zamanında ödəsə, ailəsinə vaxt ayırsa, dəyər versə, heç bir xanım düşünürəm isti yuvasını tərk eləməz. Mən belə düşünürəm. İstərdim işini qurmaq istəyən, siz qeyd etdiyiniz kimi Z nəslə tövsiyələriniz nə olardı? İlk öncə mən özümə söz vermişəm, məsləhət tövsiyə verməyəcəm kiməsə. Niyə? Çünki ən asan işdir kiməsə tövsiyə vermək. Çünki bacarırsa yıxılan adama dəstək olaq, əlindən tutub qaldıraq, danışmayıb onu dinləyək. Çünki məsləhət vermək rahatdır və verdiyimiz məsləhət bir şaxəli olur deyə çox şaxəli. Hər kəsin öz həyatı var və hər kəs bir mühitdən gəldiyi üçün onu tətbiq eləmək çətindir. Mən olduğum mühitdən verdiyim təcrübə onlara xoş gəlməyə bilər, aqressiya da yarada bilər. Ona görə düşünürəm, nəyə riayət eləyirəmsə onu deyim. Öz həyat qaydalarım var. Böyüklərə hörmət. Bu çox mənim ən həssas nöqtəmdir. Böyüklərə hörmət etmək lazımdır. Düşünürəm, hazırdakı Z nəsildə bunun əskikliyi vardı. Ola bilər. Amma mənim ətrafımda var Z nəsli çox yaxşı. Yəni biz Z nəslini fərqli düşünürük, amma baxıram ki, daha yaxşı şəkildə yetişiblər. Çünki onların valideynləri də gənc olduğu üçün travmaların olmasına şərait yaratmırlar deyə daha çox sevgili olan, sevgi saçan gənclər var. İçində mərhəmət duyğusu böyük olan gənclər var. Mən təlimlərdə görürəm. Böyüklərimizə hörmət etməliyik. Maliyyənin düzgün idarəsi üçün, yəni əlimizdə 100 manat pulumuz varsa, onu belə düzgün paylaşmağa bacarmalıyıq ki, bu xərcləri necə böləcəm. Bu ilk öndə bundan başlayır ki, yəni bu oradan başlayır ki, siz kiçik büdcəni düzgün bölə bilirsinizsə, sabah o 200 manat olanda da rahat bölə biləcəksiniz və israfçılığa yol verməmək lazımdır. Bacardığımız qədər insanlara dəstək olmalıyıq, yəni ətrafımızdakı insanlara, xüsusilə də öz valideynlərimizə. Yəni, əgər bir gənc olaraq biz pul qazanırıqsa, bizim evimizdə valideynimizin, ikinci dərəcəli qohumlarımızın hər hansı bir ehtiyacı varsa, sən gedib kənarda kiməsə dəstək olursansa, bu məncə çox da məqbul sayılmır. Birinci, öz ətrafındakı insanların maddi və mənəvi ehtiyacları ödənməlidir. İşə qaldıqda isə sevdiyi işlə məşğul olmaq lazımdır. Yəni, mən
öz sevdiyim işin arxasınca getmişəm. Burada sizin qarşınıza çıxacaq insanlar ola bilər, sizin fikrinizi dəstəkləməz. Əgər nə bildiyinizi bilirsinizsə, onun arxasınca gedin. Amma bu getdiyiniz yol insanlara ziyan vurmamalıdır, fayda verməlidir. Gənc olaraq da dövlətimizin verdiyi bu gözəl avantajlardan səmərəli istifadə. Bugün o qədər gözəl dövlətimiz gənclərə dəstək olur ki, bu çox gözəl bir nüansdır. Yəni həqiqətən inanılmaz dərəcədə bizə faydalıdır bu. Yəni mən bunun faydalarını görürəm. Bəhanələrə yeri yoxdur. Həqiqətən çalışmaq istəyən adamın qapısı hər zaman açıqdır. Bir də ən əsas mənim həyatımda ən əsas qaydam var. Qızıl qaydalarından biri tək yemək olmur. Ona görə çalışmaq lazımdır, komanda şəklində çalışın. Mənim yanımda, yəni məndən də böyük söz haqqı olan şəxslər var. Mən sadəcə olaraq ekranın üzündəyəm. Ona görə yanımda məndən də yaşda böyük olan, söz haqqı olan insanlar var ki, onların fikirlərinə, ortaq nöqtələrə biz toxunub elə yola çıxırıq. Tək əldən səs çıxmır. Problem olanda da, yanında insanlar olanda onu çox rahat həll eləmək olur. Gözəl gün olanda da çox yaxşı qeyd eləmək olur. Düşünürəm ki, bu həyatdakı qaydalara diqqət eləsək, mən bunları eləyirəm. İndi kimsə də bəlkə artıra bilər. Həyat gözəl olar bizim üçün. Təşəkkür edirik Əli bəy, verilişimizə qonaq gəldiyiniz üçün. Mənim sualım olacaq idi. Buyurun. Siz məni niyə o şəkildə paylaşdınız? Çox maraqlı gəldi. Yəni gənclərə baxıram, çox səmimi, gözəl münasibətlər. Həqiqətən dostluq münasibəti yaradacağam sizinlə, sizin komanda ilə. Arxada da sizin böyük bir komanda var. Əlbəttə. Yəni bir gənclərə baxıram, dəstək olmağa çalışırsınız. Bəs paylaşma məqsədi nə idi? Yəni bu mən həqiqətən təəccübləndim. Açığın deyim. Belə deyim, əslində mən sizin işinizə baxanda fikirləşdim ki, əslində mən sizə 30 yaş vermədim ilkin variantda. Mənim belə bir xüsusiyyətim var. Qonaqlar çağırdığım zaman mən onların işinə daha çox önəm verirəm. Nəinki yaş və fərdi həyatına və ya şəxsi həyatına. Mənim üçün maraqlı olan onların cəmiyyətimizə nə verdiyi. Çünki ekranda mən qonağımı təqdim eləyirəmsə, düşünürəm ki, o cəmiyyətimizə nümunə olan bir şəxs olmalıdır. Sizə baxdığımda mənim üçün çox iddialı gəldiniz və düşündüm ki, hətta 25 yaşında olacaq bir gəncin bu cür mən bunu edərəm, mən onu edərəm kimi özünü təqdim etməsi açığı debata dəvət etməyim üçün bir stimul oldu mənə. Onun üçün bir paylaşdım ki, birinci aqressiv olsa da, düşünürəm ki, inciməmisiz bizdən. Yox, qətiyyən. Aqressiv olsa da düşündüm həm söhbət etmiş olarıq, həm öz işlərinizi göstərmiş olarsınız, həm də uğurlu bir gənc olduğunuza məni və tamaşaçılarımızı inandırmış olarsınız. Təşəkkürlər. Gözəl fikirlərdir. Onsuz da mən gözəl pəncərədən baxmışdım fikirlərinizə. Sadəcə maraqlı gəldi deyə soruşdum. Təşəkkürlər dəvətiniz üçün. Sağ olun, biz də sizə təşəkkür edirik. Bu qədər işin arasında bizə vaxt ayırdınız. Siz sağ olun. Belə əziz tamaşaçılar, əvvəlcə onu qeyd edim ki, çəkilişdə göstərdiyi köməyə görə Qraf Otelə minnətdarlığımızı bildiririk. Biz isə sizinlə sağollaşırıq. Yenidən görüşmək ümidi ilə. Sağlıqla qalın.